Cənab deputatlardan biri deyir ki, Naxçıvanda Kəbə evini tikək. Nə qədər gülüş doğurur. Hazır Kəbə evi Zərdüşt Azərbaycan Respublikasındandır. Bu Avestanın Yasna kitabında verilir və mən Kəbə evini Kəbə-i Zartoş deyir farslar. Fars diyarında Nəqşi Rüstəmdə Zərdüştün Kəbə evini ziyarət eləmişəm. Hansı ki o Kəbə evi İran imperial hökümdarlar tərəfindən orada tikilmişdir. O Azərbaycanda olmalıydı. Arzum budur ki bu Kəbə evi Zərdüştün Kəbəsi haçansa Azərbaycan Respublikasında tikilsin, ucaldılsın. Bu Kəbə evini biz ziyarət etməklə heç də demirəm biz Zərdüştlüyə qayıdaq. Amma Azərbaycanın qədim mədəniyyət abidəsi kimi o yenidən bərpa edilsin və Azərbaycanda ucaldılsın.